Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlerle birlikte Kasbin təşkil etdiyi qəbul güzəşti imtahanı 9-cu sinif riyaziyyat suallarını izah edirəm. 61-ci sualdan başlayaq. Uyğun tərəfləri paralel olan bucaqların nisbəti 2-nin 3-ədir. Onda biri 2K-dır, digəri 3K-dır. Bunların da cəmi olmalıdır. 180 dərəcə düzdür. 5K 180'dir. K da olacaq 36 dərəcə. Bucaqların fərqini tapın deyir. Biri 3K idi, digəri 2K. Fərqi də olacaq K. Bu da 36'dır. Yəni D variantı. 62-ci sual. Hasilini sadələşdirin deyir. Deməli, fərqin cəmi hasili 4 çıxılsın y kvadratıdır. Bu ifadəni də deməli vurmalıyam 4 üstəgəl y kvadratına. Yenə eyni qaydada fərqlə cəmin hasili kvadratlar fərqidir. Bu da olacaq y üstü 4. Burada kvadrat yoxdur. 16 çıx y üstü 4. Yəni A variantı. 63-cü sual deməli, şəklə əsasən bizə deyir ki, MOL deməli KOL-ə bərabərdir. Bura alfadırsa, burada alfadır. MOK 150'dir. MOK 150 ise 150'ni yarı bölür. 75 derece 75 derece kimi. NOL tap deyir. NOL. İndi bütöv 150 ise 150'nin qonşu bucağı olacaq 30 derece. NOL də 75 və 30 dərəcənin cəmidir, yəni 105 dərəcə. 64-cü sualda bizə deyir ki, AYB bucağını tapın. AYB bucağı da bizdə vətərlərin arasında qalan bucaqdır. Vətərlərin arasında qalan bucaq deməli qövslərin cəminin yarısıdır. 60 və 80'in cəminin yarısı olacaq. Bu da olur bizdə 70 dərəcə. A variantı. 65-ci sual bərabərsizliyinin neçə natural həlli var deyir. Buradan x kiçikdir bərabərdir 7 alınır. Natural həllərdə 1-dən 7 daxil, yəni 7-dən də C variantı. 66-cı sual. Tənliyinin köklərindən biri 3 olarsa, digər köklə m-in cəmini tapın. Deməli, tənliyin kökü 3-dürsə, gətirirəm 3'ü x-in yerinə qoyuram. 3'ün kvadrata çıx. 5 vur. 3 üstə gəl m bərabərdir 0. 9 çıx. 15 üstə gəl m bərabərdir 0. Buradan da m bərabərdir 6 alınır. İndi 6'nı gətirib yerinə qoysam, x kvadrat çıx. 5x üstə gəl 6 bərabərdir 0. Viyyətə əsasən tənliyinin köklərinin deməli cəmi olmalıdır. 5 hasili olmalıdır 6. Burada da tənliyin kökünün biri 3 idi, digər də avtomatik 2'dir ki, cəmi 5 hasili 6 olsun. İndi digər kökümüz oldu 2, m də oldu 6. Cəmi də olacaq 8. Bu da C variantı. 67-ci sual. Təncilər sistemindən XY hasilini tapın deyir. Deməli, təncləri alt-alta toplasam, x-lar islah gedir, düzdür. 2y bərabər 12 alınır, y də bərabər 6. 6'nı gətirib yerinə qoysam, x də bərabərdir 4'ə. X vur, y də 24'dür. 68-ci sual. Deməli, 4 köklü 2 ədədindən böyük, ən kiçik natural ədədi tapın. 4 köklü 2'nin kökünün altına salsam 4'ün kvadratı vur 2'dir. Bu da olacaq. Bizdə 16 vur 2, yəni 32. 32'dən böyük ən kiçik natural ədəd kök altında 36'dır. Yəni 6. Y variantı. 69-cu sual. Kvadratın diaqonalı 8 köklü 2'dirsə onun perimetrini tapın. Deməli, diaqonalın düsturu A köklü 2'dir. Buradan tərəf olacaq 8 köklü 2 bölünsün köklü 2. Yəni 8. Deməli, kvadratın tərəfi 8, indi onun perimetrini istəyir, o da olacaq 4A. Yəni 4 vurulsun 8, yəni 32. C variantı. 70-ci sual deyir ki, ədədi 9'a qalıqsız bölünür. A üstə gəl B cəminin ən böyük qiymətini tapın. Rəqəmlərinin cəmi deməli 7 üstə gəl A üstə gəl 5 üstə gəl 2 üstə gəl B üstə gəl 3 bərabərdir. A üstə gəl B olduğu kimi qalsın. Deməli, bunların cəmi olacaq 17. İndi bu cəm bizdə deməli 9'a qalıqsız bölünməlidir. Deməli, A üstə gəl B-nin ala biləcəyi qiymətlər 1 ola bilər və 9 artır. 10 ola bilər, 19 ola bilər. Amma deməli 19 almayacaq. Niyə görə? Çünki 19 bizdə 10 üstə gəl 9'dur. Rəqəmin yerində, yəni A və B hər ikisi də rəqəmdir. 10 halı ola bilməz. Ona görə də cəmin ola biləcəyi ən böyük qiymət olacaq 10. Amma burada elə bir variant yoxdur. Burada yəqin ki, sualda yanlışlıq var. Bunu bildirmək lazımdır. Burada cavab 10 olmalıdır əslində.
71-ci sual. Kəsirinin qiyməti natural ədəd olarsa, n-in ala biləcəyi, deməli, natural qiymətlərin cəmini istəyir bizdən. N kvadratı üstəgəl 3n üstəgəl 5. Məxrəcdə də n yazılıb. Baxa, hər bir həddini məxrəcə bölürəm. N kvadratı böl n üstəgəl 3n böl n üstəgəl 5 böl n. Burada alınır n üstəgəl 3 üstəgəl 5n. 5 bölünsün n. Deməli, baxıram ki, bunlar naturaldır. Onda 5 bölünsün n özü də natural olmalıdır, düzdür. Onda n-in qiymətləri 1 və 5 olacaq. Ala biləcək natural qiymətlərin cəmi də olacaq 6. 72-ci sual. Deməli, A və B-nin kəsişməsindən C-ni çıxmalıyam. A və B-nin kəsişməsi 1-dir, 4-dür, bir də 7-dir. 1, 4, 7. 1, 4, 7 çoxluğundan da C-nin elementlərini çıxmalıyam. C-də 1, 2, 3 var. 1-i çıxıram. Cavabımız olacaq 4, 7, yəni C variantı. 73-cü suala baxıram. Deməli, çarpaz vursam A çıx B bərabərdir 3B-yə. A da bərabərdir 4B-yə. A bölünsün B-ni istəyir. Yəni 4B bölünsün B. Bu da olacaq 4. Yəni D variantı. 74-cü sualda deməli, bizə fərqini veribdir. A kvadratı üstəgəl 1 bölünsün. 4A kvadratını yazıram 2A'nın kvadratı kimi. 1 də elə 1-in kvadratıdır. Onda bu ifadəni A üstəgəl, deməli A kvadratı üstəgəl 2A'nın kvadratı kimi yazıram. Bizim də müxtəsər vurma düsturlarından bilirəm ki, kvadratlar cəmi 4A kvadrat bərabərdir. A üstəgəl 1 bölünsün 2A'nın kvadratı çıxılsın, 2 vurulsun həmin ədədlərin hasili. Və yaxud da bizə əgər fərq verilirsə, fərqinin kvadratı üzərinə gəlinsin, 2 vurulsun həmin ədədlərin hasili. Buradan A'lar gedir, həmsinin 2 də gedir. Fərqin qiyməti 4-dür, 4-ün kvadratı üstəgəl 1, yəni 17. A variantı. 75-ci sual deyir ki, ifadələrdən hansı n-in bütün natural qiymətlərində cüt ədəddir. Burada n-in yerinə bir dəfə 1, bir dəfə də 2 qoyuruq və görək hansı variantda hər zaman cüt olacaq. Məsələn, burada birinci A variantında n-in yerinə 1 qoysam, 1 üstəgəl 2 tək olacaq, yanlışdır. B variantında n-in yerinə 1 qoysam, 1 üstəgəl 1 cütdür. 2 qoysam, 4 üstəgəl 2 cütdür. Deməli, cavabımız elə B variantıdır. 76-cı sual. Bərabər tərəfli üçbucağın perimetri 24 köklü 3'dür. Bərabər tərəflinin perimetri 3 ilə hesablanır. Deməli, A da bərabər 8 kökdə 3'ə. Bizdən onun tənbölənini istəyir. Tənbölənli hündürlüyü median bir-birinə bərabərdir və düsturu da A kökdə 3 bölünsün 2 ilə hesablanır. Yəni 8 kökdə 3 vurulsun kökdə 3 bölünsün 2. Bu da olacaq 4 vurulsun 3, yəni 12. 77-ci sual. Riyaziyyat Olimpiyadasında iştirak edənlərin 75% oğlanlardır, qalan 12 nəfər isə qızlar idi. 75% oğlanlar isə 25% qızlardır. Nə qədər deməli şagird var bilmirəm. X-in 25% qızlardır. Qızların da sayı 12'dir. Onda buradan ixtisar aparsam, qızların sayı olur 48. Bizə deyir ki, deməli cəmi neçə nəfər iştirak edirdi? Elə 48, x oldu 48, yəni D variantı. 78-ci sual deyir ki, ABCD düzbucaqlı trapeziyasında AB 12'dir, BC 8'dir, CD 13 olarsa trapeziyanın orta xəttini tapın. Deməli, bizə verilənlər buradan yazsaq 12, daha sonra BC 8, CD də 13'dür. İndi buradan bir hündürlüğü endirirəm. Bu hündürlüğün də uzunluğu 12'dir. 12, 13. Pifagora əsasən, deməli, katitlərin kvadratlarının cəmi hipotenuzun kvadratı olmalıdır. Onda, mənim bax burada, bura bir F nöqtəsi olsa, F-dən D-yə qədər məsafəm olacaq 5. Düzdür, kvadratlar cəmin əsasən. Burada 8'dir. Trapeziyanın orta xəttini istəyir. Orta xəttdə oturacaqların cəminin yarısıdır. BC 8'dir. AD də 8 və 5'in cəmi 13'dür. Cəminin yarısı 10 tam onda 5 olacaq. Yəni A variantı. 79'da tənliyi həll edin deyir. 2x çıxı 6 üstəgəl 3x üstəgəl 3 bərabərdir 7. 5x bərabərdir 10, x də bərabərdir 2'yə. Yəni Y variantı. Deməli 80-ci sualda
İfadəni sadələşdirdiyi köçaltının dərəcəsi hər ikisində də 6 və 4 cütdür. Hər ikisində də cütdür. Ona görə də ifadəni modulla çıxartmalıyam. Kök altında 5 çıx 4 modulda, üstəgəl kök altında 5 çıx 2 yenə modulda. Birinci modulun işarəsi mənfidir. Çünki 4'ü mən kök altında 16 kimi yazıram. Kiçikdən böyük çıxıramsa mənfidir. Modulda mənfi olanda əksi çıxmalıdır. Yəni 4 çıx kök altında 5. Burada 2'nin kök altında 4 kimi yazıram. Böyükdən kiçik çıxdığım üçün modulun daxili müsbətdir. Kök altında 5 çıx 2. Müsbət mənfi kök 5'lər islah gedir. Cavabımız olur 2. Yəni Y variantı. 81-ci sualda çox həddinin dərəcəsini tapın deyir. Deməli, burada mötərizənin daxilində ən böyük dərəcəm 12'dir, düzdür. X üstü 12. Yüksəldirəm bunu ikinci dərəcədən qüvvətə. Bu da olur x üstü 24. Və mötərizənin deməli ifadədən daha sonra vurulsun x üstəgəl 1 yazılıb. X üstü 24'ü də x üstəgəl 1'ə vuranda dərəcəmiz olacaq x üstü 25. Yəni B variantı. 82-ci sual. Qalıqlı bölmədə bölən 9 olarsa alına bilən qalıqların cəmi. Alına bilən qalıqlar 1'dən 8 daxil olmaqladır. Deməli 4, 5, 6, 7 və 8. Bunların da cəmi olacaq bizdə. Bura 10'dur. 11, 10, bu da 15. Cəmi də olacaq 36, yəni A variantı. 83-cü suala baxırıq. İfadənin qiymətini hesablayın deyir. Burada 6'da 5 vurulsun. 7'də 6 vurulsun. 8'də 7 vurulsun. 9'da 8 vur. 10'da 9. Soldan sağa doğru ixtisarlar gedir. Cavab da olur 2'də 1 və yaxud da 10'da 5. Mən birbaşa ixtisar aparıb dedim. 10'da 5 o da ilə D variantı. 84-cü sualda A bərabər 8 vur 9 vur 10. Burada mən deməli 8'i yazıram 2'nin kubu kimi. 9'u 3'ün kvadratı kimi. Onu da 2 vur 5 kimi yazıram. Daha sonra deyir ki neçə müxtəlif sadə vuruğu var. Müxtəlif sadə vuruqlar 3'dür, 2'dir, bir də 5'dir. Yəni 3 dənə C variantı. 85-ci sual. 45% 72 olan ədəd deyir. Deməli 72'ni vururam 100%'ə, bölürəm 45%'ə. 9'u ixtisar aparsam 8 burada. 5, 5 ve 100'de ixtisar gedir 20. Bu da oldu 160. Deməli ədədimiz 160'dır. Deyir ki 160'ın 8'də 3 hissəsini tapın. Bu da olacaq. Deməli 20 vur 3, yəni 60. A variantı. 86-cı sual. Kök altında 12 ədədinin kəsr hissəsini tapın. Ədədin kəsr hissəsini tapmaq üçün həmin ədəddən, yəni kök altında 12'dən çıxmalıyam. Kök altında 12'nin tamını. Tamı da 3 tam onda neçədir? Düzdür. Demək 3 çıxmalıyım. Bu da olacaq B variantı. 87-ci sual deyir ki, düz xətt üzərində 6 nöqtə qeyd edilib. Alınan parçaların sayı şüaların sayından neçə vahid çoxdur? Parçanın sayı 6 vur 6 çıx 1, 5 böl 2. Bu da olur 15. Şüanın sayı isə 6 vur 2'dir. Yəni 12. Nə qədər çoxdur? 3 vahid. Yəni Y variantı. 88-ci sual. A çoxluğu deməli bərabərsizliyin natural həllər çoxluğudur. B çoxluğu isə bu bərabərsizliyin natural həllər çoxluğu olarsa A və B'nin kəsişməsini tapın deyir. Deməli A çoxluğunun elementləri natural həllər 6, 7, 8, 9 və 10 olacaq. B çoxluğu isə 8, 9, 10, 11, 12, 13. İndi kəsişməsinin sayı. Kəsişməsi də burada fikir versəz, deməli 8, 9, 10. Bu da olacaq 3 elementi, yəni A variantı. 89-cu sual. Deməli burada A-nı mən mötərizə kənarına çıxartsam, A çıxılsın 3, bölünsün, burada məxrəc olduğu kimi qalır. Üzərinə gəlinsin. A çıx 2 vurulsun, A üstəgəl 2 kimi yazıram. Bölünsün, A çıxılsın 2. Burada ixtisarlarımı aparıram. A üstəgəl, A üstəgəl 2. Yəni 2A üstəgəl 2. C variantı. 90-cı sual ifadəsinin A-nın hansı qiymətində mənası yoxdur. Mən də bilirəm ki, riyaziyyatda məxrəc 0 ola bilməz. Yəni 3A bərabər deyil 0-a, A da bərabər 3A bərabər deyil 12'yə, A da bərabər deyil 4'ə. B variantı. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm.
Bu cür videoların davamını gəlməni istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.